Elmdə, qardaşlar, bildikdən sonraki artmasını istənilən yeganə şeydir. Elm özü də iki yerə ayrılır. Var faydalı elm, var müsibət gətirən elm, faydasız elm. Yəni qiyamət günü ya o elm sən cənnətə, ya da üzü üstə cəhənnəmə aparacaq. Allahdan afiyət diləyirik. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hər namazdan sonra, sübh namazından sonra hədis var olub ki, nə dua eləyir, nə istəyir Allah? Allahümmə inni əsəlükə ilmən nafi'an. İlmən nafi'an. Səndən fayda verən elm istəyirik. Bu hədisdən nə başa düşülür? Başa düşülür ki, deməli elmin də faydasız olanı var. Allah Teala axirət günü başqa hədisdə o insanları gətirəcək ki, onlar alimdirlər. 3 sinif insan gətirib, biri də alimdir. Soruşur, niyə görə elm tələb edin, niyə görə öyrəndin? Deyir ki, sənin üçün ya Rab. Deyir, kədəbdir, yalan söylədin. Sən öyrəndin ki, desinlər ki, nə gözəl danışır. Sən öyrəndin ki, desinlər ki, elmlidir. Sən öyrəndin ki, desinlər ki, səni otuzdursunlar, məclislərdə başlarda otuzdursunlar. Sən öyrəndin ki, adın o elm tələbələrinin siyasında geçsin. Sən öyrəndin ki, insanlar sənə mal sədəqə, infaq eləsinlər. Sən öyrəndin ki, insanlar özlərinlə qohum eləsinlər sənə, ən şərəfli nəsillərlə qohum olsun. Yəni burada məalən deyirəm. Lakin Allah Teala nə edəcək? Əmr edəcək ki, üzü üstə sürükləyib cəhənnəm atsınlar. Və Allahdan bu şeylərdən Allaha sığınırıq. Allah Teala'ya diləyirik ki, Allah Teala'dan bizə fayda verən elm nəsib eləsin və dünyada da, axirətdə də bu elmdən uzalan qullarını etsin. Doğrusunu Allah bilir.